Buyur Banu, şərti yenidən oxu. Suallara uyğun sözlər yazın. Aha, kim? Kim? Adam. Adama ad ver. Banu'nun özü olsun. Kim? Banu. Nə? Alma. Alma, bəli. Hara? Muzey. Muzey, bəli. Nə edir? Oynayır. Oynayır, bəli. Oynayır nə bildirir? Hə? Hərəkət. Bəli. Necə? Necə olsun? Necə? Əlamət bildirsin. Necə? Məsələn, deyirəm qızın saçları qısadır. Saçları necədir Banu? Qısa. Qısa. Bəli, qısa. Neçə? 7. 7. Nə qədər? Az, çox, Az. biraz. Bunlar nə qədər sualına cavab verir? Az olsun, yaxşı. Hansı? Hansı? O olsun. Yaşıl. Yaşıl. Növbəti. Oxu görüm şərti Banu. Verilmiş sözlərin Əks mənalarını yazın. Deməli, verilmiş sözlərin şərti oxuyaq bir də. Verilmiş sözlərin əks mənalarını yazın. İndi Banu, böyük sözün, böyüyün əks mənaları. Ay, sağ ol, bəli, kiçik. İsti, soyuq. Soyuq, bəli. Az, çox. Doğrudur. Uzaq. Uzaq. Əks mənası nə olar? Şirin hardadır indi? Uzaqda. Uzaq. Mən indi sənə yaxın, bəli, uzaq, yaxın. Yay. Yay. Yayda hava necə olur? Yayda hava? Payız. Yox, yayda hava necə olur? İsti. Ya istidirsə deməli bu soyuq olmalıdır. Hansı fəsildir ən soyuq fəsil? Qış. Qış, bəli, yay, qış əks mənalı fəsillərdir. Gecə? Gecə, gündüz. Bəli. Cəld, tez. Cəld, tez ikisi də eyni mənadır. Yaxın mənalıdır. Cəld. Bir də deyirəm o necə cəld qaçır. Bir də yavaş qaçır. Deməli, cəld, yavaş. Gec. O yuxudan gec durdu, amma mən yuxudan tez durdum. Bəli. Geyinmək. Geyinmək. Sən corabını geyinirsən, mən corabı nə edərəm? Soyunmaq. Dar. Dar. Geniş. Üst. Alt. Danışmaq. Danışmayan adam susmaq deyir. Danışmırsa susub. Susmaq. Davam edək növbəti tapşırıqla. Verilmiş sözləri yaxın mənalı sözlərlə əvəz edin. Aha, deməli yuxarıda əks mənalı idi. İndi burada yaxın mənalı sözlərini yazmalısan. Gözəl. Gözəl qıza çirkin qız deyə bilərsənmi Banu? Yox. Deməli çirkin onun nə idi? Qəşəng. Çirkin onun əks mənasıdır. Gözələ qəşəng deməliyik. Qəşəng. Yoldaş. Yoldaş. Dost, bəli. Çirkin. Eybəcər. Arzu. İstək. Balaca. Kiçik. Uca. O ucadır. O necədir? Hündür. Yavaş. Asta. Rəng. Boya. Rəngə boya deyə bilərikmi? Bərkdir. Yavaş. Bərk. Möhkəm. Birdən. Anidən. İnsan. Adam. Qoca. Cavan. Qoca adama cavan. Nənənə cavan deyə bilərsənmi? Yox. Qoca, yaşlı. Aha, davam edirik. Növbəti. Nöqtələrin yerinə uyğun gələn sözləri yazın. Əlamət bildirən sözlər hansı suallara cavab verir Banu? Gözəl, sual ver.
Ne? Necə? Nə cür? Hansı? Deməli, necə? Necə? Yadda saxla. Nə cür? Hansı? 6. Nə bildirən sözlərə aiddir? Say. Ay, sağ ol, say. Şeirdə nə olur? Qafiyə. İntonasiya olur, qafiyə olur. Həkim sözü hansı suala cavab verir Banu? Həkim. Ad. Adı bildirir, bəli, həkim. Sual ver. Kim? Ay, sağ ol. Adı bildirir, kim sualına cavab verir? Bitmiş fikir ifadə edir. Nə bitmiş fikri ifadə edir? Cümlə. Cümlə bitmiş fikri ifadə edir. Təmizkar nə bildirir? İşləmə. Təmizkar sual ver. Uçuq təmizkar. Hərəkət. Yox, təmizkar. Səliqəlidir, təmizkardır. Dəftər kitabı yeri-yerində olur, ləkəsiz olur. Əllərini təmiz Mən saxlayır. gəlib bahar qız dostum var idi. O kitabının bu yarısını boy eləmişdi. Boy eləmişdi. Eləməsən yaxşı. Nə sualına cavab verir? Nə sualına cavab verən bir söz də görün mənə. Alma. Alma, bəli, alma olsun. Xüsusi adlar həmişə necə yazılır Banu? Böyük hərflə afərin. Banuya afərin. Çox gözəl cavablar verirsən bu gün sən mənə. Aha, şərti oxu görüm. Verilmiş əşyaların əlamətlərini yazın. Aha, alma. Alma. Sual ver. Nə? Aha, nə bildirir alma? Çiçək. Adı bildirir, elə deyil mi? Ad. Ad bildirir. Çiçək. Necə? Çiçək nə? Nə? Bu da ad bildirir. Ad bildirir. Şir. Nə? Nə? Bu da ad bildirir. Canlıdır mı, cansızdır mı? Canlı. Canlıdır. Otaq. Otaq. Hara? Hara. Bu da ad bildirir. Kimlə, hara sualına cavab verənlər nə bildirirdi? Ad bildirirdi. Elə deyil mi? Ad bildirir. Otaq canlıdır, cansızdır. Cansız. Gəl bunları da qeyd edək. Cansızdır. Şir canlıdır. Canlı. Çiçək o da canlıdır. Canlı. Çünki günü-gündən inkişaf edir, böyüyür. Alma əslində Cansız. ağacda olanda canlıdır deyə bilərik. Hələ ki bunu boş saxlayaq. Getdik növbəti. Cədvəli doldurun. Cədvəli doldur. Alma. Aha, ad bildirən sözlər. Cədvəli Alma. doldurma. Deməli, cədvəli doldurmalıyıq bunu. Alma. Adımı bildirir, əlamətimi, hərəkətimi, sayımı bildirir. Hansını bildirir alma? Alma. Nə? Gəl ad bildirən sözlərin sualını yazaq. Kim? Nə? Hara. Nə? Hara sualına cavab verməlidir ad bildirənlər. Əlamət bildirənlər hansı suallara cavab verməlidir? Necə? Nə cür? Hansı? Hərəkət bildirənlər? Nə edir? Nə edir? Nə edəcək? Nə etdi? Bəli. Say bildirənlər? Neçə? Neçə? Nə qədər? Neçənci? Neçənci? Nə qədər suallarına cavab verməlidir. Yaxşı, getdik indi. Bu suallara cavab verin. Bunlara uyğun cədvəli doldurmalısan. Alma. Hansı cədvələ yazım? Yox. Alma. Sual ver. Ad. Ad. Bəli, alma ad bildirir. Alma nə? Bacı. Bacı. Ad. Ad bildirir, bəli. Qırmızı. Qırmızı. Qırmızı don. Əlamət. Ay, sağ ol. Qırmızı necə? 5. Say. Say, afərin. Çox. Say. Say, afərin Banu. Qaçır. Hərəkət. Doğrudur. Yatmaq. Hərəkət. Bəli. Xəstə. Xəstə sual ver. Necəsən?
Xəstəyəm. Əlamət. Bəli. O xəstədir. Necədir? Xəstədir. Ağıllı. Ağıllı. O necə biridir? Ağıllı biridir. Deməli, əlamət bildirir. Ağıllı. Əlamət. Ağıllı. Necə şagird? Ağıllı şagird. Melisa. Melisa. Bizdə çıxıb o. Deməli, Melisa nədir Banu? Adam Ad. adıdır. Adam adları nə bildirir? Hansı ola cavab verir? Kim? Kim? Melisa. Kim? Melisa. Qəbələ. Qəbələ. Sual ver. Hara? Hara. Nə bildirir Qəbələ? Nə bildirir səncə Qəbələ? Ad bildirir, elə deyilmi? Hara gedəcəm? Qəbələyə gedəcəm. Qəbələ ad bildirdi. Növbəti. Top. Top. Sual ver. Nə? Əlamət. Top. Nə Banu? Top oynayıram. Nə oynayırsan? Top aldım. Nə aldın? Nə? Top. Ad bildirir. 7. Necə say. Sonra 8. Say. 8-də say Kitab. bildirdi. Kitab nə bildirər? Ad. Bəli, kitab ad bildirir. Uzun. 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 Ad. Uzun. Sual ver. Uzun saçlarım var deyirəm. Nə? Necə saçların var sənin? Necə? Uzun. Uzun əlamət bildirir. Hündür. Hündür boyu var. Oyda gör necə hündürdür, necə? Necədir onun boyu? Hündürdür. Hündür. Əlamət bildirir. Tuncay. Tuncay. Ad. Ad bildirdi, bəli. Ağladı. Hərəkət. Ağladı, hərəkət bildirir. Acı. Necədir yemək? Acıdır. Necə? Acı. Az. Az. Say. Say. Birinci. Say. Bəli. Açıq. Necə? Necə? Açıq. Yaşıl. Necə? Yaşıl. Necə? Onun. Onuncu. Say. Bəli. Daş. Dağ. 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 Ad. Ad bildirir, bəli. Xeyli. Ad. Yox, xeyli. Xeyli alma var səbətdə. Nə qədər alma var? Xeyli. Say bildirir. Xeyli. Say. Çay. Ad bildirir. Ad. Meşə. O da ad bildirir. Səliqəli. Səliqəli. Necə? Bəli. Əlamət bildirir. Səliqəli. Sonra növbəti sözümüz şirin. Şirin. Necə? Necə? Şirin konfet. Gedəcək. Nə edəcək? Bəli. Hərəkət bildirir. Sonra çoxlu. Nə qədər? Nə qədər? Say bildirdi. 6. 6. Say. Say. Həkim. Həkim. Kim? Kim? Stol. Tol. Nə? Nə? Zürafə. Aha. At. Stol. Zürafə. Müəllim. Bunlar hamısı nə bildirir Banu? Ad bildirir. Elə deyilmi? Gəzir. Hərəkət. Bəli. Gəzir. Apardı. Apardı. O da hərəkət bildirdi. Apardı. Aha, davam edirik. Növbəti. Qarışıq sözlərdən Qarışıq sözlərdən cümlələr qurun. qurun. Deməli, hazırladı, süsən, çay, qonaqlara süfrəsi. Necə qurarsan indi bunu? Bunların hamısını istifadə edib Süsən, Aha. qonaqlara çay, yox, Aha. süfrə, Çay süfrəsi. çay süfrəsi hazırladı. Ay, sağ ol. Afərin sənə. Süsən, qonaqlara çay süfrəsi hazırladım. Növbəti. Dərdi bağçadan dilbər çiçək. Uşaqlar Yox.
burada uşaqlar yoxdur. Axı bu sözlərdən istifadə eləməlisən. Əlavə söz əlavə edə bilməsən. Dilbər, Dilbər, aha. dilbər, yox, ağacdan, Ağac yoxdur qabanı burada. Bağçadan. bağçadan çiçək dərdi. Ay sağ ol. Bağçadan çiçək dərdi. Növbəti cümlə. Axşam Axşam baxdılar uşaqlar filmə cizgi. aha. Deməli, uşaqlar böyük hərflə yazılsın. Deməli, birinci uşaqlardan başlamalıyıq. Uşaqlar axşam yox, Nəyə baxdılar? cizgi filmə baxdılar. Ay sağ ol. Afərin sənə. Cizgi filmə baxdılar. Çox mən əsli. Deməli, mən böyük yazılıbsa Banu, birinci mən yazmalısan cümlənin əvvəlində. Mən ən çox hansı fəsli? yaz fəslini sevirəm. Sevirəm. Bəli, doğrudur. Afərin sənə. Davam edirik. Növbəti. Dinləmə mətni, sualları. Aha. Deməli, indi dinləməyə qoyacağam. Suallarını cavab verəcəksən. Yaxşı?